Hər bir xəstəlik zehində bitir. Bu xərçəngdə doğrudan da belədirmi? İnsanın psixologiyası nə qədər ona kömək edə bilir ki, buna qalib gəlsin? Bunu sübut edəmmərəm ki, bu belədir. Amma bunun belə olduğuna inanıram. Bir onkoloq olaraq dəqiq elədir. Psixoloji vəziyyətimiz şiş təsdiqlənən xəstələrdə, şişlə mübarizə aparılan xəstələrdə çox vacibdir. Çox vacibdir. Məsələn, bayaq sizə misal çəkirdim. Bir pasiyentim var idi. Gürcüstanın ucqar bir kəndində yaşayırdı. İllər öncə, bəlkə bir 10 il öncə mən işə təzə başlayanda onu gecikmiş formalı şişlə əməliyyat eləmişdi və s. və uzun illərdir o pasiyentdən xəbər ətər yox idi. Təsadüfən koridorda qızını görəndə belə qaldım ki, görəsən o xəstəni soruşmayım, anasını soruşmayım. Görəm səhərsi günü müayinəyə gətirib ki, bəs qızım da məni gətirir müayinəyə, bəs bilmirəm, məndə heç nə yoxdur. Yəni qadın o qədər rahat idi. Nəinki xəstəliyi, yəni ümumiyyətcə heç nəyi dərd etmirdi. Xəstəm də var ki, bu ayın əvvəli də qəbula gəlir, axırı da qəbula gəlir, qorxusundan. Onu görəndə mən içimdə bir səs şey edir ki, bu qayıdacaq. Bu xəstəliklə bu mütləq qayıdacaq və qayıdırdı.